hərəkətsiz şeyləməyə xoşlanmıram, ona görə belə daha yaxşıdır. Mən əvvəla hamıya xoş gəldin deyirəm. Biz bu zala seçmək insanları, dəyər verdiyimiz insanların əksəriyyətini dəvət eləmişik. Bir qism insanların üzrü səbəbdən gələ bildik. Və mənə söylədilər, xüsusi elan verək, dedim, ehtiyac yoxdur. Yəni, bir elan verməklə insanları bir zala doldurmaq problemi yoxdur. Partiyada başqa quruluşlarımız var, buranın sıraları doldura bilərik. Eşidən, anlayan, duyan insanları yığmalıyıq ki, burada bir fikir müzakirəsi edək və tədbirin adını biz çox düşünəndə həmişə deyirik aydınlıq gecəsi, poeziya gecəsi. Mən dedim, bu aydınlığın gecəsi olur. Aydınlığın işığı olur, gündüzü olur. Aydınlığın müəyyən bir vizyonu olur ki, o görünməlidir. Və bizim illər öncə Gürcüstanda olan Azərbaycanlılarla bağlı bir tədbir vardı. İrandan bir qrup truppa getmişdi ora. Bir 5000'ə yaxın Azərbaycanlını yığmışdılar zala. Bir teatr tamaşası göstərdilər. Teatr tamaşasının adı belə Gündüzlərimiz gecə olaydı. Və onda biz bir ictimai bir hərəkat kimi bir şey başlatdıq və qeyd elədik ki, biz heç vaxt yol verməyəcəyik ki, gündüzlərimizi gecəyə çevirəsiniz. Yəni, həqiqətən də bir xalqın ən böyük problemi gündüzünün gecəyə çevrilməsi problemidir. Və əsrlər boyu bu elə olduğuna görə biz bu düşüncəni, bu missiyanı ziyalılar olaraq mütləq öz üzərimizə götürməliyik. Ona görə də sonuncu o tədbiri də biz biraz qonaqlıq formatında yubiley keçirmə tədbiri kimi nəzərdə tutmadıq. Heç bir dövlət orqanı, heç bir qurumdan bununla bağlı da heç müraciət eləmədim, hansısa bir şəkildə. Ancaq öz təşəbbüsümüzlə ki, bu yubiley bir statistikadır. Yubiley hər kəs 60-70 olar. Əli Kərimin məşhur şeiri vardı, deyir, gördüm heç yaşamamış. Yəni, birindən soruşurlar, 120 yaş yaşamış, Lermontovu tanımadı, Faulkneri tanımadı, heç birini tanımadı, amma bu 120 yaş yaşardı. O şeirin bir sonuncu cümləsi olur ki, gördüm heç yaşamamış. Əslində, bu yaş da 60 olar, 70 olar, el olar, 20 yaş olar, 20 yaşda böyük bir irs boyu gedərsən və bu irsi də cəmiyyət dəyərləndirər, qiymətləndirər. Ona görə də biz bunu statistik bir hadisə kimi yox, məzmunu yetərincə insanlara faydalı ola biləcək, çatdırılması vacib olacaq hadisə kimi nəzərdə tutduq və bu 60 ilə mən əslində özümə hədəf qoydum ki, heç olmasa nəzərdə tutduğum 3 istiqamətdə bir trilogiyanı tamamlayıb. Bunun birincisi qaranlıq keçmişdən aydınlıq tarixə. Azərbaycanda ümumiyyətlə tarixə baxış metodologiyasını dəyişən və bu düşüncənin yeniləşməsini təşkil eləməyə çalışan bir xətti qabartmağa çalışdıq. Bu çox çətin məsələdir, çünki beyinlərdə əzbərlənmiş fikirləri dəyişmək çox çətindir. Və bunun da qarşısında, indi mən diqqət edirəm, sosial şəbəkədə mənə təbriklər yazanda bir 50% məni təbrik edir, xoş söz deyir, 50% də məni söyməyə başlayırlar. Və söyənin əksəriyyəti ona görə söyür ki, şəxsi mənada mənə heç kimə pisliyi keçmir. Amma cəmiyyətin müəyyən bir dəyərlərini yenidən qaldıranda, tərpədəndə, onda görürsən ki, o çayın qırağında bir daşı qaldıranda, onda görürsən altından xeyli xərçək çıxır, altından xeyli bu cücülər, başqa şeylər çıxır və görürsən ki, bunu qaldırmasaydın, hamı deyər, yaxşı olsun. Amma bunu qaldırmasan da çayın suyunun doğru axmasını təmin edə bilməyəsin. Mən çalışacağım ki, qısa bir 7-8 dəqiqə ərzində fikirlərimi çatdırım. Təbii ki, bir insanın həyatında bəlli bir paradigmalar, bəlli bir istiqamətlərin formalaşma səbəbləri olur, formalaşma əsasları olur. Bu əsaslar, mən hesab edirəm ki, bəlkə hamımız üçün maraqlı olar deyə onu qeyd etmək istəyirəm. Bəlkə də 4-5 əsas var ki, o həyatın doğru anlaşılması və öz vizyonunu müəyyən etmə baxımından sənə olduqca vacib. Mənim həyatımda bəlkə də birinci bəlkə də xətt, istiqamət el arasında bir neçə
demək, yaşlı bir insanın öz övladına etdiyi bir duası olur. Bu dua nədir? Bir ana, bir nənə öz övladına deyir ki, səni görür, göz kimi sütunsuz dura biləsən. Mən bu söz mənim gəncliyimdən yaddaşımda oturdu və hər zaman sütunsuz durmağa çalışdım. Hüquq fakültəsində oxudum, əskərliklər çəkdim, həbsxanalarda yatdım, ağır bir terror aktından çıxdım. Amma bu sütunsuz ayaqda durmaq məni həmişə güclü elədi. Həmişə artıq hansısa bir mərhələdə çölməyə, sönməyə imkan vermədi. İkinci ən vacib məsələ, Böyük Məmməd Əmin Rəsulzadənin, bizdə Məmməd Əmin Rəsulzadəni də əzbərlədilər, amma onu öyrənmədilər. Rəsulzadənin bir gözəl bir sözü var. Deyir ki, hamımız öz buraxdığımız xatalardan ötürü bir zaman mühakimə olunacaq. Siyasətçilər özlərinin doğru idarə etmə anlayışının olmamasından, cəmiyyət özünün məfkurəsizliyindən, hərbiçilər özlərinin doğru müdafiə taktikası qura bilməməsindən, alimlər tənbəlliyindən, cahillər isə cahilliyindən məsuliyyət daşıyacaqlar. Bu mənim üçün burada bir cümləni deyirəm, alimlər tənbəlliyindən. Və mən gözümün qarşısında yüzlərlə tənbəlləşən alim görəndə, istedadlı insan görəndə düşündüm ki, yaş irəlilərdə bunun fərqi yoxdur. Tənbəllik məsuliyyət yaradacaqdır. Sabah niyə yazmadın, niyə demədin sualının qarşısında mütləq cavab verməli olacaqsan. Və bunun məsuliyyətini daşıyan insanlar cəmiyyət üçün gələcəyə hansısa bir izləri buraxmaq məcburiyyətini, sorumluluğunu, yükümlülüyünü daşıyırlar. Üçüncü məsələ, burada mən təsadüfi deyil ki, ilk sözü özümün orta məktəb müəllimimə verdim. Müəllim ayrı bir dəyərdir. Amma biz müəllimlə insana dərs deyəni ayırmalıyıq. Bir dəfə tanınmış insanlardan biri bizə universitetdə dərs demiş, hörmətli şəxslərdən biri, hadisətindən. Mən tənqid eləmişdim onu. Mənlə görüşəndə dedi ki, bəs sən mənim tələbəm olmuşsan, mən sənin müəllimin olmuşam. Mənə niyə sən belə tənqid edirsən? Ona dedim ki, axı siz mənə dərs deyirsiniz, siz mənim müəllimim olmamışsınız. Necə müəllimin olmamışsınız? Bir dərs demək hələ müəllim olmaq deyil axı. Mənim müəllimim Sokrat da ola bilər, mənim müəllimim Xudu Məmmədov olubdur. Mənim müəllimim Şir Məmməd Hüseynov olubdur. Mən ona görə Aybəniz müəllimlərini bura dəvət elərdim ki, bizim dünya görüşün formalaşmasında, yəni bir var mexaniki dərs deyəsənə, bir də var dünya görüşün formalaşmasında xüsusi rolu olan bir müəllimələrindən biridir. Burada indi hamını əziyyət verib gətirmək istəmədim. Naxçıvanda yaşayırlar, gəlsinlər, pəyərlər, falan çətinliklə. Amma mən istərdim ki, bu insanlar həm də görsünlər ki, müəllimə biz ayrı bir dəyər verməliyik. Dərs deyən də müəllimi ayırmalıyıq və bizim keçmişimizdə, tariximizdə bizə bizim görmədiyimiz, tanımadığımız, məsələn, Məmməd Əmin Rəsulzadəyə mən necə öz müəllimim deyiliyim? Əbülfəz Elçibəyə necə öz müəllimim deyiliyim? Yəni, bu insanlar, yaşadığımız insanlar, tanıdığımız insanlar, hətta demək, hötəyə mən necə öz müəllimim deyiliyim? Bu adamlar hamısı həm də bir dünya görüşün formalaşmasında kiçicik bir rol alırlarsa, bu bizim üçün çox önəmli və əhəmiyyətli bir dəyərlər və bu dəyərləri qorumağı bacarmalıyıq. Və ən nəhayət isə bu xalqın ən böyük problemi, hər bir xalqa nəsib olmur dövlət yaratmaq. Dövlət yaratmaq bir həm şansdır, həm biraz da təsadüfdür. Həm də biraz da bir xalqın taleyində bir zamanın, həmən dövrün çalxantılarının müəyyən dərəcədə gətirdiyi imkanlardır. Amma bundan başqa həm də, amma bu ideyanı yaradan insanlar hər zaman cəmiyyətdə döyülüblər, söyülüblər. Məsələn, baxın da 19-cu əsrdə Mirzə Fətəli Axundovun yerinə kim olsaydı özünü asardı, intihar edərdi.
Çünki Axundov tək tənha oranın axşamlar Şeyxülislamı ilə söhbət edirdi. O da ziyalı adam idi, aydın adam idi. Amma küçəyə çıxanmırdı, küçədə hamı onu öldürməyə axtarırdı. Ki, bu bizim ənənəvi fikirlərə sərt bir şeylərdir. Amma zaman keçəndən sonra biz baxırıq ki, bu vizyon, bu missiya Axundov yaşadı. Orada 1 milyon Azərbaycanın adını xatırlayan varmı? 1 milyon cəhalətin təmsilçisi olan insanı xatırlayan varmı? Demək 5 nəfər xatırlanır, 20 nəfər, 100 nəfər. Bir xalqın o 100 nəfərini qorumaq missiyasını əgər doğru yerinə yetirməyəndə, onda xalqın aydınlıq ruhu ölür. Aydınlıq çiləsi, çilə sözü yaxşı söz deyil. Yəni insan nə qədər kədəri olsa, əziyyəti olsa, əzabı olsa belə, bir sevinci varsa, onun üzərindən danışmalıdır həmişə. Çünki həyat elədir ki, nələr insanın qarşısına gəlirsə, o sonra onu möhkəmlərdir. Və mən açıq sizə deyim ki, məsələn, bu başımıza gələn hadisələr, şəxsi mənada, övlad itkisi, güllələnmə, nə bilim, hərbi xidmət, ən yaşlı vaxtda hərbi xidmət, erməni ilə ən yaxın səngərdə, bütün o sıxıntılar, sürgündə, falanda, müxtəlif həyat şərtlərində yaşasaq da, hər biri bizim inanın ki, bir aydınlığa çıxmağımıza müəyyən dərəcədə böyük bir töhfə verir. Ona görə də, yəni bütün o sıxıntılar, bütün çilələr əslində bir də cəmiyyətin aydınlığına gətirib çıxara bilirsə, onu biz doğru qiymətləndirməliyik. O baxımdan da mən bu tədbiri də biraz mütəvazi formada, rahat, biraz sakit bir ortamda bir xatırlama tədbiri kimi düşündüm. APA televiziyaya təşəkkür edirəm ki, belə bir tədbirdə bu filmi ərsəyə gətirdilər. Vüsalə xanıma xüsusi təşəkkür edirəm. Çünki bunu məsələn bəlkə də indi müəyyən kanallarımız, başqaları fikirləşərdi ki, belə bir hansısa bir düşüncələr, fikirlər müəyyən dərəcədə olsun, müzakirə olsun. Amma biz bu tədbirlərdə də bizim biraz sıxıntımız nədədir? Müəllif və kitab mövzusunda biz həmişə bir tərəddüd edirik. Demək, kitab zəif olanda ağırlığı müəllifin üzərinə sarır. Müəllifin şəninə, müəllifin tərifinə daha çox yer verir. Müəllif biraz xoşa gəlməyən adam olanda kitaba ağırlıq sarırıq, kitab barədə danışırıq. Və bu ikisinin balansını tapmaq olduqca çətindir. Amma mən çox arzulayıram ki, indi bəzən görürsünüz, hətta əks tərəfdə olanlar belə. Deyək ki, sənin şəxsinə münasibət bildirirlər ki, bu millət vəkilidir, niyə filan məsələdə sərt danışmırsan, niyə filan əvvəllər belə deyirdin, indi belə deyirsən və bütün bunların hamısını insandan tələb edirlər. Amma heç biri də sonra görürsən ki, sənin yazdığın kitabın bir cümləsini belə oxumurlar. Və oxumadığına görə də yönəlirlər özünün şəxsiyyətin üzərinə, özünü necə sıradan çıxardaq bu düşüncəylə baxılır. Amma bunlar da hamısı qəbul olunan anlayışlardır, yaşadığımız dövrün reallıqlarıdır. Və nəhayət mən 5-ci bir formulu xatırlatmaq istəyirəm, o həyat paradigması üçün. Bir sevdiyim bir söz var, deyir ki, hara gedəcəyini bilməyən gəmiyə rüzgar da kömək eləyə bilməz. Yəni, gərək gəmini idarə edənlər hara gedəcəyini bilməlidir. Mən çox xoşbəxtəm ki, hara gedəcəyini çox dəqiq bilirəm. Və ona görə də Allah şükürlər olsun ki, rüzgar da həmişə kömək edir. Ən ağır şərtlərdə, ən ağır sıxıntılarda onu kömək edir. Və buna görə mən yenə də burada mən istəyirəm ki, iki şəxsi və xüsusi obrazda olan bütün insanlara aiddir. Ayağa qalsınlar, mən onları alqışlayıram. Bir mənim anamdır. Bir də ayaqlarını tutuyorum. Sizin həyatınızda bu iki şəxsiyyətlərin buna obrazlarda mənim, sizin ananız, sizin nəvliniz fərqi yoxdur. Və bunlar bizim həyatımızın bütün o rüzgardan qoruyan və bizə o doğru nəyi bildiyimizi, nəyə hazırlıqlı olmağımızı təmin edən insanlardır. Mən bir daha təşəkkür edirəm, var olun, əziyyət çəkmisiniz.
Sağ olun, inşallah. Tam ileri günlerde görüşmek üzere. Sağ olun. Deyirəm ki, Fazil bəy yenidən əziyyət verib bura çağırmamaq üçün xahiş edirəm ki, daha birisi dəqiqə bizimlə bir yerdə olsun. Bu gördüyünüz Türk dünyasının ilk ortaq qurum olan Türk Soyun Başkanı, Qırğızstanın keçmiş naziri və xalq yazısı Sultan Rayevin imzası ilə, Türk Soy Başkanının imzası ilə Fazil bəy layiq gördüyü medaldır, Türk Soy medalıdır. Mən icazənizlə onların salamlarını, şəxsən Başkan Sultan Rayevin salamlarını sizə çatdırıram və bu medalı qəbul etməyinizi xahiş edirəm. Bu isə mənim şəxsi hədiyyəmdir. Üstünə adımı yazdırdım ki, daha heç kimə verə bilməyəsiniz. Televizyonun başlayıcısıdır, qələmidir, baxımıdır. İnşallah növbəti kitabımızın qeydlərini beləsiniz. Başqa da sizin tərkiblər var, hədiyyələr var. Arzu xanım dəqiq bilirəm. Başqaları da varsa, buyursunlar, Fazil bəy buradayacaq. Bir kusur varsa bağışlayasınız. Burada generalımız, millət vəkillərimiz, görkəmli dövlət və ictimai xadimlərimiz var idi. Sizin hər birinizə sevgiler, saygılar. Kusur varsa əfiniz olun. Sağ olun.